Hər kəsi salamlayıram və ümid edirəm çox yaxşısınız, enerjiləriniz qaydasındadır. Biz bugün mart ayına baxacağıq. Mart ayında da bir tutulmamız var. Merkur retroya başlayıb və Merkur retrosunda bu deməkdir ki, biz yeni şeylər almırıq artıq, yeni münasibətlərə başlamırıq, yeni işlərlə, yeni işbirliklərlə başlamırıq, yeni müqavilələr bağlamırıq və yeniliklərdən qaçırıq. Baxırıq, keçmişdə nəyi başlayıb yarımçıq qoymuşduzsa, həmin məsələlərə bir daha nəzər salmağınız vacibdir. Merkur retrosu hər zaman yarımçıq qoyduğunuz şeyləri sizin gündəminizə gətirir. Sevgililer gələ bilər, amma barışmırıq, gözləyirik. Merkur retrosu bitir, ondan sonra bir daha şans veririk. Bugün isə Martın enerjisinə baxacağıq. Mart enerjisi necə keçəcək sizin üçün? Önünüzdə 3 dəstə var. 1, 2 və 3. Hansının da enerjisi sizə daha çəkici gəlirsə və deyirsinizsə ki, mən Martı bu dəstəni dinləmək istəyirəm, o dəstəni də tutursunuz və həmin dəstədən izləməyə başlayırsınız. Mən isə birinci dəstə ilə başlayıram. Kartları qarışdıraq. Niyyət eləyək bütün birinci dəstəni seçənlərə. Bütün birinci dəstəni seçən insanlara, bütün birinci dəstəyə çəkilənlərə, birinci dəstənin enerjisi ilə uyumlanan hər kəsə niyyət edirəm. Baxaq görək sizin dəstənizin enerjisi Mart ayı üçün necədir? Bütün bürcləri, qadınları, kişiləri, işləyənləri, işləməyənləri, təkləri, cütləri, hər kəsə niyyətlənirəm. Birinci dəstə üçün Mart ayının enerjisinə niyyət edirəm və başlayaq. Mart ayının ümumiyyətlə enerjisi ilklərdə ayın ümumi gedişatında biraz ailə bağları, ev, ailə mövzularının gündəmdə olması ilə başlayacaq birinci dəstə. Ola bilər ki, hər hansı bir bitiş xəbəri ala bilərsiniz. Məsələn, işin bitişi və yaxud da hər hansı bir münasibətin bitişi və yaxud da ki, fiziki olaraq uzaqdan birilərinin hətta ölüm xəbəri, fiziki ölüm, amma bir xəbər gələcək, sanki bir şeylər sonlanır və bir şeylər həyatınızda öz funksiyasını yerinə yetirir və həyatınızdan çıxır bu ayda xüsusilə də və eyni zamanda bu ayın ilk giriş hissəsində belə bir situasiya, belə bir duyğuda olacaqsınız ki, tamam hər şey bitdi, amma mən karmamı bitirdimmi, mən sanki bir döngü var həyatınızda və bu döngünü artıq dəfələrlə təkrarlamışsınız və bir də narahat olacaqsınız ki, tamam bu döngü mənim həyatımda sonlandı mı? Yəni mən həqiqətən bu döngüdən çıxa biləcəmmi? Yəni bu döngü bitdimi? Məsələn, ola bilər dəfələrlə münasibət olub dağılır və yaxud da ola bilər ki, dəfələrlə müəyyən bir işə girirsiniz, işinə alınmır. Yəni sanki bu transformasiya biraz sizdə belə bir şey olacaq ki, tamam, mən bu labirintdən çıxa biləcəmmi? Mən şəfalana biləcəmmi? Mən nə etməliyəm şəfalanmağım üçün, bu situasiyadan çıxmaq üçün, bu döngünü qırmaq üçün mən nə etməliyəm? Xüsusilə bu gündəminizdə gələcək maddi mövzular, ailə içi güvən, ev, ailə mövzuları gündəmdə olacaq. Bunlarla bağlı biraz narahatlıqlar ola bilər, gələcək qayğısı ola bilər. Real narahatlıq yaradan bir durum deyil. Sadəcə ola bilər ki, məsələn, işinizlə bağlı eşitirsiniz ki, məsələn, işlədiyiniz şirkət bağlanacaq. Fikirləşə bilərsiniz ki, tamam, indi mən onda neyniyəcəm, necə baxacam ailəmə, ola bilər belə. Və yaxud da ki, müəyyən bir kiminsə bir problemi vardı, bir xəstə olan kimsə var idi ətrafınızda. Sizin də ailənizdə o xəstəlikdən əziyyət çəkən var. Eşidirsiniz ki, həmin insan xəstəlikdə bacarmadı da, yəni öldü. Siz düşünə bilərsiniz ki, görəsən mənim də xəstəmin başına belə gələcək. Və yaxud da kiminsə həyatında nəsə oldu, sanki məndə də bu olacaq. Biraz belə bir qorxularınızı hiss edirəm, açığını desəm. Və bir də ki, həqiqətən bitdimi, artıq bu döngü bitdimi, şəfalandı mı mövzularını tez-tez gündəmə gətirəcəksiniz. Yəni artıq bir müəyyən qədər deyərdim ki, əslində həqiqətən də şəfalanmalı olduğunuz, həqiqətən sağalmalı olduğunuz mövzular da var. Səhhətinizlə də bağlı ola bilər bu. Və biraz elə bil ki, sakitlik dönəmi başlayır sizin üçün və xüsusilə karyera həyatınızda pulla bağlı, görünürlüklə bağlı məsələlərdə bir sakitlik və soyuqluq dövrü, yəni bir müddət sanki hər şey
dayanacaq və hər şey stabil, hərəkətsiz formada olacaq. Belə bir enerjinin açılış elədi. Daha sonra mart ayının enerjisinə baxdığımız zaman mart ayının enerjisinə biz baxanda biz görürük ki, öz duyğularından, emosiyalarından, öz verdiyi qərarlardan əmin, pulla bağlı müəyyən bir qərarlar imzalamaq istəyir, müəyyən mövzuda. Sanki, baxın, biz necədir? İstəkləriniz real, bilirsiniz nə istədiyinizi. Məqsədlər var, məqsədlər tam açıqdır. Parlama yolundasınız, yəni artıq bir tık buradan geçsəz parlayacağım, işıldayacağım deyirsiniz. Amma sanki bir mövzu, bir şey imkan vermir sizə tam olası, istədiyiniz kimi bir şey olsun. Bəlkə işdə gəlirsiniz ən yüksək vəzifəyə keçəndə şirkətdə nəsə problem olur və yaxud da münasibətlərdə gəlirsiniz evlilikdə nəsə problem olur. Yəni sanki ən yüksəyə çatanda bir problemin olması mövzusu biraz sizi narahat eləyir və bu bəzən sizdə yeni başlanğıclar, böyük addımlar, böyük risklər almaqda sizə qorxu və narahatlıqlar gətirir. Hal-hazırki mart ayının enerjisində biraz gözləməliyəm, fikirləşməliyəm, əlim qolum bağlıdır, heç nə eləyə bilmirəm, doğru qərarlar verə bilmirəm, bilinçaltım məni qorxudur və net deyil, olaylar da net deyil, heç nə qərar verə bilmirəm, qərar verə bilmirəm enerjisində ola bilərsiniz. Amma deyərdim ki, bəzilərinizdə 8-dən, bəzilərinizdə 14-dən sonra martın başlayacaq bu enerji yavaş-yavaş yumşalmağa. Xüsusilə də bu da qılınc 8-lisi deyir ki, bəzən özünüzü öz fikirlərinizdə həbs edə bilərsiniz. Qılınc ikilisi deyir ki, qərarsızlıq bu anda sizə heç lazım deyil, iç səsinizə güvənməlisiniz. Amma xüsusilə başlanğıc eləyim, həyatımı kökündən dəyişim, böyük maddi addımlar atmaq mövzusu hər zaman sizin üçün gələndə sizdə qərarsızlıq başlayır. Çünki sizin daxilinizdə bir uğursuzluq qorxusu da var. Mən bacarmamaq, alındıra bilməmək, özgüvənsizlik deməzdim, sadəcə sanki bir şansın gətirməməsi qorxusu var. Yəni şans gətirməyəcək bir şey olacaq və mən o döngüdə ilişib qalacağım mövzusudur sanki. Və hal-hazırda daha yaxşı düşünməliyəm. Bugünə qədər görmədiyim tərəfləri görmək üçün daha çox belə deyək də özümü harda səhv eləmişəm, bununla bağlı daha çox düşünməliyəm fikrində olacaqsınız. Sadəcə içinizdə bəziləri bu durumda özünü çox günahlandıra bilər ki, mən nəyi səhv eləyirəm, məndə niyə alınmır? Sanki özünüzü biraz cəzalandırma, çünki bu punishment, yəni cəzalandırma enerjisi verir bu kart bizə aslında. Yəni özümü cəzalandırım, niyə alındıra bilmirəm və nəyi görmürəm enerjisində. Əslində mövzu qılınc 8-lisi deyir ki, görməli olduğun şey səhvin deyil. Görməli olduğun şey daha bir yolun daha olmağıdır. Sən daha bir yolu görmürsən deyə düşünürsən ki, bütün yollar bağlıdır. Yəni düşünün ki, 10 dənə qapı var və 10 qapının heç birini aça bilmirsiniz və peşmançılıqla gedirsiniz ki, mən bu qapıların heç birini aça bilmədim, məndə şans yoxdur. 11-ci qapını görmək problemi var. Amma dediyim kimi burada deyir ki, sənin qərarsızlığın, ertələmən, qorxuların və narahatlıqların duyğusal, emosional tərəflərinə fikir versən və zəkaya demirəm, zəka sizə aldadır burada, zəka burada sizin zəif nöqtənizdir. Daxili iç səsiniz, ailənizlə keçirdiyiniz vaxt, sanki zəkanı susturub ailənizə vaxt ayırmaq, sevdiklərinizə vaxt ayırdıqca, sanki ailənizdən aldığınız o enerji, sevdiklərinizdən aldığınız enerji beyninizin belə açılmağına səbəb olacaq. Sanki bir harmoniya gələcək beyninizə, fikirlər aydınlanacaqsınız belə. Amma siz soyuqluq yaratsaz, geçsəz desəz ki, yox mən düşünməliyəm, mən yol tapmalıyam, biraz daha o zihnin Türklər demir tuzağına daha çox itə bilərsiniz. Ona görə burada biraz ehtiyatlı olun. Daha sonra mart ayının enerjisi, mart ayının bir enerjisinə baxırıq. Mart ayının enerjisi. Mart ayının enerjisində sevgi cəhətdən şanslı görürəm. Barışıqlar ola bilər mart ayında, evlilik təklifləri ola bilər mart ayında. Bir gözlədiyiniz əməkdaşlığın başlaması ola bilər, təklifi almaq ola bilər, seçim eləmək məcburiyyətinə qalıb, doğru seçimi etmək ola bilər, sevdiyiniz insanın evlilik təklifi almaq ola bilər. Mart ayında
və mart ayında xüsusilə də olmayacaq deyəsən, kontroldan çıxır dediyiniz anda, elə istədiyim kimi kontrolu apara bilmirəm dediyiniz anda sizə böyük bir təklifin gəlməyi, sizə böyük bir gözlənilməz bir şans o göyərçinin başınıza necə gəlib qonmağı sizi çox sevindirəcək və xüsusilə də bax, ola bilər ki, belə bir mövzudur. Həyatınızda bir insan var, həyatınızda biri var, uzaqdadır, gəlməyini gözləyirsiniz, alınmır və yaxud da küslüsüz, yazmır və yaxud da iş təklifi gözləyirsiniz, düşünürsünüz ki, bu gəlməyəcək. Sanki belə bir situasiyadır ki, siz hətta sizi çox istəyirlər, sizin könlünüzü açmaq istəyirlər, sizi belə başınızı qarışdırmaq istəyirlər, amma siz heç nəyə qulaq asmırsınız, sanki bir oralı deyiləm enerjisindəsiz, amma heç də elə olmaq lazım deyil, çünki burada uzaq məsafə səfərlər gözlənir mart ayının 3-cü həftəsindən və ya 3-dən etibarən qadınlarla işbirlikləri, qadınlarla danışıqlar və yaxud da ki, ola bilər ki, belə bir şey olacaq. Burada Aşıqlar Kupası sizə bir təklif gələcək, amma bəziləriniz bu təklifi düzgün şəkildə dəyərləndirməmək problemi yaşayacaqlar. Sanki belə arzu eləmişəm bu təklif gəlsə, indi gəlib amma bilmirəm nə edeyim enerjisində, o zaman sizə bir qadın yardım eləyəcək. O Şirxatan enerjisində olma ehtimalı böyükdür. Sanki sizə dəstək olacaq ki, bax bunu belə eləməlisən, bunu belə eləməlisən və yaxud da özünüz də bu bürclərdən birində ola bilərsiniz və irəliyə yönük planlar, qərarlar alacaqsınız. Xaricə getmək, təhsil almaq, iş qurmaq, biznes sahibi olmaq kimi qərarlar alacaqsınız. Ətrafınıza bacı, qardaş, qrup yoldaşı, sinif yoldaşına dəstəklər alacaqsınız. Çalışın ki, onlara qarşı məmnuniyyətsizlik və nankorluq eləməyin. Onların sizə vermək istədiyi o enerjini, qarşılığını onlara qaytarın. Yəni şükranlıqla sizi sevən insanlara şükür etməyi bacarın, fürsətlərə açıq olun, fürsətləri görməmə durumu var, nəyisə unutmamaq, keçmişdə tıkanıb qalmaq, keçmişi tez-tez yad eləmək, keçmişdə sizə deyilən bir sözü davamlı düşünmək, onu ağlınızdan keçirtmək, anı yaşaya bilməməyinizə səbəb ola bilər. Xüsusilə dördüncü gün, dörtlü zamanlarda buna daha diqqətli olun, çünki bir fürsət gələcək deyir. Həmin fürsət gələndə ola bilər, ya çox əsəbi olarsınız, ya çox keçmişlə bağlı nəyisə fikirləşməkdə olarsınız. Anlıq bir təklifi qaçırda bilərsiniz, anlıq sizə gələn o ən istədiyiniz, bəlkə də həyatınızın ən gözəl təklifini qaçırtma şansına sahibsiniz. Yəni burada qaçırda bilərsiniz. Başqa mart ayının enerjisi. Gizli düşmənlər ön planda olacaq. Deyərdim ki, gizli olmaq, danışmamaq, yəni belə deyək də, sizin ətrafınızda hər yer düşmən qaynayacaq mart ayında biraz, xüsusilə də niyəsə görə bu bəylərin enerjisini daha mən uyğun görürəm. Yalan, xəyanət, riyakarlıq, gözlənilməz addımlar, gözlənilməz şəxslərdən gələn gözlənilməz addımlar, öz istədiyini həyata keçirmək üçün hər yola və hər addımı atmaq, öz istədiyini reallaşdırmaq üçün düzgün olmayacaq şəkildə yalan danışmaq və ya riyakarlıq etmək mart ayında belə bir enerji olacaq ki, siz də burada bu insanlardan geri qalmaq istəmirsiniz sanki. Ola bilər ki, xanımsınız, amma ətrafınızda hal-hazırda Qoç, Çir, Oxatan, Dolça ikiz tərəzi bürclərindən biriləri varsa, bilin ki, bu insana tam da güvənmək olmaz və bu ay ərzində sizə belə davranırlar, siz də eyni zamanda belə davranırsınız və xüsusilə də baxın, buna diqqətli qulaq asmanızı istəyirəm. Həyatınızda bir düşmənçilik alanı varsa, əgər savaşmalısınızsa, nə bahasına olur olsun mən qalib gəlməliyəm fikrinizə düşsə, bu sizin üçün yaxşı olmayacaq. Nə olursa olsun mənim istədiyim olsun, nə olursa olsun qalib gəlim. Ola bilər kimlərsə sizə ədalətsizlik eləyib, burada deyib ki, sənə qarşı ədalətsizliklər ola bilər, yalan danışıla bilər. Amma bu sənin içindəki şeytanı da oyadırsa, sənin onlardan heç bir fərqin qalmayacaq deməkdir. Ona görə də sən bunu etməməlisən. Xüsusilə də həyatınızda, əgər bəysinizsə, xəçən yerə balıq bürclərində olan bir xanımın məsləhətlərinə, tövsiyələrinə qulaq asmanızı rica edirəm. Əgər xanımsınızsa, siz zaten sizə yalan danışan, aldadan o bəyin varlığını hiss edirsiniz. Yəni siz bilirsiniz ki, o bəylə sizdə alınası deyil. Çünki bu adam davamlı akıl oyunları oynayır, sizə xəyanət edir və yalan danışır. Ümumiyyətlə, mənə xəyanət oldu, mən də xəyanət eləyim, mənə yalan danışdım, mən də yalan danışım, mənim arxamdan iş çevirirlər, mən də çevirim kimi düşüncələr sizi məhvinizə gətirir. Yəni,
fiziki mənada söhbət getmir. Ümumiyyətlə mübarizədən qaçmaq lazımdır. Çoxlu qılıçlar var. Bu deməkdir ki, ancaq məntiq oyunu oynanacaq mart ayında. Yəni duyğular yoxdur, vicdan yoxdur. Yaradana bağlılıq yoxdur, sadəcə savaş var və sadəcə dünya üçün, dünya malı üçün savaş var və bu sizi yaradıcı tərəfinizdən, ruhsal tərəfinizdən uzaqlaşdırmamalıdır. Yəni siz nəticədə bunlar hamısı keçici bir həyatdır, keçici bir situasiyadır. Yəni sizin fərqiniz olmalıdır həmin insanlarda. Əgər siz həyatınızda həmin anda desəz ki, siz oyununuzu oynayın, mən sizə nə qarışmıram, nə pisinizə, nə yaxşınıza, mən öz yolumda gedirəm, irəliləyirəm, sizə cavab vermək üçün sizin torunuza düşmürəm deyirsinizsə, ayın 6-sı, 16-sı, 26-sı etibarilə haqqınız olanı alacaqsınız və parlama dönəminə girəcəksiniz. Haqqınız olanı almaq, dəyərinizin görülməyi, parlamaq, işıldamaq, karyerada uğur, zirvə, arzularınızı reallaşdırmaq və hüzur tapmaq. Həqiqətən söhbətin əsl mənasında hüzura çatacaqsınız. Yox, əgər desəz ki, mən savaşmağı seçirəm, mən mübarizəni seçirəm, mən onlarla dirəşəcəm, onları qalib gələcəm, o zaman bitiş yaşayacaqlardan və ağrı, acı, zərər alanlardan olacaqsınız. Yox, əgər desəz ki, tamam, mən mənə elədiyim pislikləri görürəm, öz yolumdan gedirəm, nə sənə yaxşı, nə də pis, heç nəyə sən qarşılıq vermirəm, Tanrı səni özü mənim yolumdan çəksin, mən öz yolumda irəliləyirəm desəniz, 6-sından sonra, 6, 16, 26 tarixlərdən sonra öz mükafatınızı kainatdan alacaqsınız. Əziz birinci dəstə sahibləri. Gəlirəm ikinci dəstəni seçənlər, görək sizləri nə gözləyir. İkinci dəstəni seçənlər, qadınları, kişiləri, tələbələr, oxuyanlar, işləyənlər, subaylar, evlilər, hər birinizi salamlayıram və niyyət edirəm hər birinizə. Mart ayının enerjisi necə keçəcək? Baxaq, martın enerjisi necə keçəcək? Martın enerjisinin ilk giriş hissəsində kimlərdəsə yeni bir iş dəyişikliyi var. Ola bilər ki, işlə bağlı bir öncələrdə, başqa keçmiş aylarda belə deyərdik də, harasa müraciət eləmisiniz, bu ay başlaya bilərsiniz və yaxud da yeni şöbə dəyişiklikləri ola bilər. Müəyyən qədər daha yüksək bir maaşla daha fərqli bir şöbəyə işə keçə bilərsiniz və xüsusilə fərqli bir sahəyə yönəlmə, fərqli bir şeylər öyrənmə enerjiniz var. Yəni bugünə qədər eləmədiyiniz bir şeyi öyrənmək, bugünə qədər baxmadığınız tərəfə baxmaq xüsusilə ola bilər. Ola bilər ki, belə deyə bilərsiniz, buradan da pul gələ bilər mənə, mən niyə bu işdən də məşğul olmayım deyənlər olacaq. Kimlərsə çoxdan da şöbəmi dəyişmək istəyirəm, çoxdan da işimi dəyişmək istəyirəm, axır ki alındı deyəcək. Ayın ilk giriş hissəsində sənəd imza məsələlərində şanslı olduğunuzu görürəm. Daha sonra Mart ayının enerjisi. Mart ayının enerjisi. Mart ayının enerjisində çox iradəli, çox cəsur və çox praktik addımlar atacaqsınız. Maddiyyatınızı tam nəzarətdə saxlamaq üçün müəyyən bir risklər almaq lazımdırsa, bunu da eləyəcəksiniz. Bugünə qədər etməmişəm, bugünə qədər səbr eləmişəm, bugünə qədər bu yolu dənəməmişəm, bugünə qədər yeni bir şey eləməmişəm deyirsinizsə, bu ayda sizin üçün risklər ayıdır, yəni risklər alacaqsınız. İşinizi quranlar kimi fikir verirsiniz ki, hər iki dəstədə daha çox iş, kariyer odaqlıdır, daha çox sevgidən daha çox. Öz işimi quraramı, öz sözümü deyərəmmi, öz istəyimi, komandamı quraramı, yeni layihələrə imza ataramı, yeni bir şeylər, eləmədiyim şeylərimi eləyərəm, cəsur enerjinizin olduğunu görürəm və xüsusilə də növbəti illərə belə sirayət edəcək qərarlar almaq, xarici səfərlər, uzaq məsafələrdəki insanlarla əlaqələrə girmək, iş birlikləri, birlikdəliklər bağlamaq çox olasıdır və hətta ola bilər ki, uzaq məsafəyə də gedə bilərsiniz, anlıq səyahətlər gündəminizə gələ bilər. Eyni zamanda burada görürəm, əgər xanımlar, siz xanımsızsa burada
Oğlaq Buğa qız bürclərindən xüsusilə də rahatına düşkün, çox bacarıqlı, çox əmin, özündən əmin, pulundan əmin, gücündən əmin, amma biraz tənbəl xarakterli bir insan həyatınıza gələ bilər və yaxud bu insan sizə daha ev olmaq, ailə olmaq təklifi eləyə bilər və yaxud da ki, əgər siz bəysinizsə, bu ay ərzində özünüzə güvənərək başladığınız hər işdə uğur qazanacaqsınız. Çünki cəsarət, çünki güc, çünki özgüvən, özdəyər, əlinizdə olanları bacarmaq, bunlar çox idealdır. Maşın almaq, maşın yox, ev almaq istəyənlər. Ev almaq istəyənlər üçün uğurlu bir dönəmdir. Evlə bağlı, maddiyyatla bağlı, ümumiyyətlə pentakl, maddi olaraq çox şanslısınız bu ay və xüsusilə də belə bir şans var sizdə. Bugünə qədər ertələyirdim, bugünə qədər tənbəllik eləyirdim, bugünə qədər bacarmırdım, bugünə qədər eləməkdən çəkinirdim, hər şeyi bu dəqiqə eləyirəm. Maddiyyata yönümlü, işə yönümlü, əzmli və çox disiplinli olaraq görürəm sizi, əziz ikinci dəstə sahibləri. Həm özünüzə vaxt ayıracaqsınız kifayət qədər, həm özünüzü sevəcəksiniz, həm maddi rahatlığınız üçün yatırımlar eləyəcəksiniz. Yəni ikinci dəstə yaxşı gedirik. Başqa, Mart ayı ikinci dəstəni nələr gözləyir? Mart ayı ikinci dəstəni nələr gözləyir? Mart ayı ikinci dəstəni nələr gözləyir? Mart ayında biraz kimlərləsə yolları ayırmaq və təkliyə çəkilmək ola bilər. Bir şey var, inzivaya çəkilmək ola bilər. Ola bilər ki, çoxdan da çox təşvişlisiniz. Ola bilər kimsə sizi çox... insanlar ümumiyyətlə sizin şəxsi alanlarınıza çox girirlər. Məsələn, bunu deyilmək olar, bunu demək olmaz. Bunu... Xüsusilə aranızda hamilə xanımlar varsa, uşaq istəyən xanımlar varsa, ola bilər ki, çox sizə burun soxurlar, uşağı belə elə, uşağa belə bax və yaxud da ki, uşaq yoxdur, amma uşaq istəyirsiniz, ay filan vaxt olsun, niyə uşağın olmur? Sanki belə çox da özəl həyatınıza burun soxan insanların olduğunu görür və davamlı sanki belə savaş içərisindəsiniz ki, Allah, bunlardan mən necə canımı qurtarım da elə, hərəsi bir tərəfdən bir söz atır deyirsiniz və onlardan tamamilə uzaqlaşacağınızı görür və bunu açıq şəkildə deyəcəksiniz ki, artıq sizinlə danışmaq istəmirəm. Və bunu elədiyiniz anda bir azadlıq və bir rahatlıq hissi olacaq sizdə. Çünki siz deyəcəksiniz ki, bəlkə də mən bugünə qədər tək qalmamaq üçün sizə dözürdüm. Sırf yalnız qalmamaq üçün sizə dözürdüm. O yalnızlığı hiss eləməmək üçün sizə dözürdüm. Artıq yalnızlığımı da sevirəm, təkiyi də sevirəm. Tək ki siz olmayasınız yanımda. Deyəcəyiniz bir böyümə olacaq. Ruhsal bir böyümə yaşayacaqsınız. Şeytan. Maraqlıdır. Baxaq. Altına da kart çəkəcəm. Görək bu şeytan kimdir. Deməli, burada deyir ki, sizin ətrafınızda əslində sizə qarşı o qədər də yaxşı planları olmayan və o qədər də sizi çox istəməyən insanların varlığını görürəm və hətta deyərdim ki, bəziləriniz yalan, dolan, vəsvəsə, qorxu, narahatlıq, gərginlik verən bəzi insanlarla əhatə olunmusunuz. Bəlkə də o insanlar həyatınızdan çıxıb, amma indi yenə gəl birlik danışaq, sanki yenidən sizinlə əlaqə qurmağa çalışacaqlar, yenidən sanki bir şeyləri sizin həyatınızda bir şeyləri dağıtmaq üçün, sizin həyatınıza biraz müdaxilə eləmək üçün sizə yaxınlaşmaq istəyə bilərlər. Dönənə kimi sizlə danışmayan, sizi dinləməyən insanlar sizə daha addım atmaq istəyə bilərlər, barışaq deyə bilərlər. Burada biraz ekstra ehtiyatlı olmağınızda fayda var, əzizlərim. Yəni, dünənə kimi yox idisə, dünənə kimi pis idisə, birdən-birə bu insan yaxşı olmadı. Bir niyyət var, bir məqsəd var. Başqa, Mart ayının enerjisi. İkinci dəstə üçün. İkinci dəstə qəlb yaraları şəfalanır, küsülüklər bitir, niyə belə oldular bitir, niyə belə başıma bu gəldilər bitir, niyə belə bunları mən itirdim, niyə bunlar əlimdən getdi, bu duyğular bitir və artıq balans, rahatlıq, harmoniya, irəliyə getmək, yeni pul təklifi, yeni sevgi təklifi, yeni iş təklifləri gəlir və həyatınızda artıq düzənli. Bax, ola bilər ki, bugünə qədər bir irəli, bir dala baxırdınız. Bir irəli, bir addım irəli, 5 addım dala gedirdiniz. İndi isə tam qaz irəli gedirsiniz və yeni maddi, yeni tutarlı, disiplinli və ayağı yerə basan addımlar atacaqsınız Mart ayında. Və son şeyi də çəkirəm.
Aha. Burada biraz deyir ki, hardakı qorxursan, həmin anda sakitliyini qoru. Məsələn, elə bir hadisə ola bilər ki, sən deyərsən ki, yenə həmin şeyin yaşanmasından qorxuram, yenə təkrar hansısa bir duyğunun tetiklənməsindən qorxuram. Həmin an deyir ki, sakitləş və iç səsinə qulaq as. Mübarizə aparmaq lazım deyil. Bir dənə daxilinə, iç səsinə qulaq assan, hər şey əladır. İç səsinizə qulaq asmaq deyəndə, bəziləriniz ay boyu tez-tez özünüzü təkliyə çəkəcəksiniz düşünmək üçün də. Bu zaman yaradan kanalından düşünün. Yəni ola bilər ki, siz düşünəndə seçenəklərin çoxluğu, fikir qarışıqlığı yaşaya bilərsiniz. Ona görə də hər dəfə öz belə deyək də qabığınıza çəkiləndə deyin ki, mən zehnimin bütün mənə qurduğu oyunlardan yaradana sığınıram və bütün qərarlarım, fikirlərim yaradan xəttindən mənə gəlsin. Buna niyyət eləyin və bunu niyyət eləsəniz, fikirləriniz çox daha aydın və bəyraq olacaq. Yəni, nə istədiyinizi biləcəksiniz. Yaradan xəttində qalsaz. Yox, zehin xəttində qalsaz. Nə edeyim, hansı seçim falan, daha da yorulacaqsınız. Yəni, kimlər ki, yaradan xətti ilə, ya Allahın adıyla, Allahın yolunda dualar eləyir, ibadətlər eləyir və deyir, məsələn, içində bir qorxu var. Tutaq ki, içinizdə bir panik atağınız var, məsələn deyirəm. Həmin anda sadəcə deyin ki, mən Allaha bağlanıram. Elədiyim günahlara görə bağışlanmaq istəyirəm və sakitliyi, dəngəni, rahatlığı, huzuru seçirəm, şəfalanmağı seçirəm, hər kəsi sərbəst buraxıram və bağışlayıram. Bu da desəz sizin üçün daha rahat. Amma yox, desəz ki, mən qorxuram, narahatam, görəsən nə edeyim, hansı yolu seçim, hansı istiqamətdə gedim, kimlə davam edeyim, kimi həyatımdan çıxardım, daha da belə deyək də qorxuların əsiri ola bilərsiniz. Ona görə də deyirəm ki, bu arada ayrılanlardan kimlərinsə ekslərdə geri dönüş eləyəcək. Ona görə çalışın ki, ikinci dəstə daha çox dünyəvi məsələlərdən daha çox yaradanla bağlı qalın, ona dualar eləyin, oruclarınızı da, dualarınızı da Allah qəbul eləsin yeri gəlmişkən. Gəlirəm üçüncü dəstəmə. Üçüncü dəstəni seçənlər qadın, kişi, oxuyan, tələbə, evli, subay, hər kəsi niyyət eləyirəm. Ayrılan, yalnız olan, sevgiyə ehtiyacı olan, ehtiyacı olmayan hər kəsə niyyət eləyirəm martın enerjisinə. Mart ayında sizi nələr gözləyir? Baxaq. Mart ayının girişi möhtəşəm başlayır. Ola bilər ki, kimlərsə burada da yeni bir iş quracaq, yeni bir iş birliyinə imza atacaq və yaxud da işləyirsinizsə, işin içərisindən fərqli bir təklif daha ala bilərsiniz. Kollektivdə kimlənsə yana, ola bilər ki, işləyirsiniz, kollektivdə kiminsə sizdən xoşu gələ bilər, bu da ola bilər. İşləyənlər üçün deyərdim ki, elə bir heç kəsin ağlına gəlməyən ideyalar, fikirlər sizin ağlınıza gələ bilər. İş mühitində harmoniya, sakitliyi, o düzəni, xaosun o şəfacısı siz olacaqsınız. Hər şeyin sakitliyini və rahatlığını yaradan sizsiz. Arzularımdakı işi tapa bilərəmmi? Tapa bilərəm. Mən bir iş fikirləşirəm, yaradıcı tərəflərimi tapa bilmirəm. Açılacaq yaradıcı tərəflər ki, mən nə etsəm daha yaxşı olar. Maddiyyatla, işlə bağlı, karyera ilə bağlı çox gözəl bir ay başlanğıcı edəcəksiniz. Daha sonra. Burada biraz buraxmalı olduğunuz mövzular var. Keçmişlə bağlı atlata bilmədiyiniz situasiyalar yaşanır və burada sanki getmək istəyirsiniz, amma eyni zamanda gedə bilmirsiniz. Keçmişi qopmaq istəyirsiniz, amma keçmişdən bağları qopartmırsınız. Gedirəm, amma bütün fikrim orada da deyənlər var. Xüsusilə də ola bilər bir yaz, ola bilər bir ayrılıq, ola bilər bir bitiş, ola bilər hər hansı bir situasiyanı atlata bilmirsiniz. Tamamilə zehniniz hələ də bununla məşğuldur, hələ də bununla savaşır, hələ də bunda yanlış və doğrunun kim olduğunu müəyyənləşdirməyə çalışır. Üzümə bağlı olan qapıları tərk eləyərəm düşüncəsində olacaqsınız. Əgər mənim üzərimə qapı bağlanırsa, əgər mənim üçün burada bir yoldur, yoxdur, görürəmsə ki, burada mənim bir yerim yoxdur, mənə qapını açmırlarsa, o yeri mən tərk eləyib gedərəm düşüncəsində olacaqsınız. Tərk eləməlisiniz də, amma tərk eləyərkən sanki zehninizin bir hissəsini orada qoyursunuz və tamamilə bağları kəsmədən gedəcəyinizi görürəm. Və sanki gedirəm, amma üzr istəsən gələrəm kimisindən gedirsiniz. Və yaxud da get, səni qovuram, amma
peşmanam, istəmərəm gedəsən tipindən bir gedişdir. Yəni, ola bilər siz ayrılsınız, ola bilər siz ayrılmağa məcbur edirsiniz, amma ayrılığınız budur, yəni get, amma getməsən daha iyi olur. Kimisindən bir duygusal bir situasiyanın içərisində siz özünüzə qarşı real olun, maskaları atın əzizlərim. Daha sonra ola bilər ki, hak etdiyimi, hak etmədiklərimi yaşayıram. Eqom sınır, özümü göstərə bilmirəm. Sanki biraz egonuz da qabarır burada və dinləmirsiniz heç kəsi, partlayırsınız belə birdən-birə. İstəmirəm, qulaq asmıram, mənim almaq istədiyim bu deyil tipində bir çox özgüvənli şəkildə, xüsusən bu xanımlara aiddir. Mənə hər şey olar, mən özümə icazə verirəm, mənim gözüm heç nəyi görmür, heç kəsi görmür tipində bəzi mübahisələr, münaqişələr və bugünə qədər danışılmayan mövzuları danışa bilərsiniz. Ola bilər kimlərsə uzun müddətdir rəqabətdə olduğu insanlara son dəfə möhkəm bir dava eləyəcəklər. Sən bugünə qədər nə etməmisən, mən bugünə qədər nə etməmişəm davası olacaq. Bir çoxlarında məhkəmə süreçləri ola bilər, evlə bağlı məhkəmə süreçləri ola bilər, hak etdiyiniz bir miras almaq üçün məhkəmə süreciniz ola bilər. Çox hissənizdə bu sizin xeyrinizə olacaq. Bəziləriniz ev almaq istəyəcəklər, bəziləriniz ev almaq üçün dediyim kimi məhkəməyə müraciət eləyə biləcəklər. Amma belə bir olacaq, kule kartı, dağıntılar və sonlanmalar aydı sizin üçün sanki. Müəyyən belə qaynayan, illərdir qaynayan, o belə sakit qaynayırdı, susurdunuz, danışırdınız, səbr edirdiniz. Birdən-birə partlayışlar, birdən-birə mən səndən nəyim əksikdir ki, susuram enerjisində özgüvənli bir şəkildə, çox özündən razı bir şəkildə, egolu bir şəkildə birdən-birə partlayış eləyəcəyiniz bəzi sözlər, danışıqlar ola bilər. Daha sonra Mart ayının enerjisi. Burada kimsə çox narahatdır. Gələcək bir xəbərlə bağlı və yaxud da xəbərin gəlməyəcəyi ilə bağlı bir narahatlıq var sanki. Olacaq, olmayacaq, gözləyirəm. Bəlkə kimsə xəstədir, bəlkə kimsə problemi var səhhəti ilə bağlı. Belə bir narahat şəkildə yatır, narahat şəkildə durur. Nə olacaq, axırım nə olacaq və yaxud da ki, gözlədiyim bu nədir? Burada deyir ki, gözləmədiyin bir xəbər gəlir sənə əslində. Səni azad eləyəcək bir xəbərdir. Yəni ki, məsələn, səni bütün bu çəkdiyin narahatlıqların sənin üzərindən təmizlənməsi üçün gələn bir xəbər var. Yəni ya gözləyirsiniz ki, işsizsiniz, yeni bir iş xəbəridir, ya münasibət gözləyirsiniz, tamamilə təzə bir insanla tanış olacaqsınız. Amma yeni bir şey var həyatınızda. Düzdür, kupa dörtlüsü var. Deyir ki, biraz yenə də keçmişə takılıb qalmısan deyə yaradan sənə itirdiyindən daha yaxşısını verir. Görmürsən, biraz nankörlük edirsən və burada biraz dəyənək dokuzursa, eyni şeyləri yaşamaqdan da qorxular var. Amma kupa onlusu deyir ki, bircə damcı icazə versən, gözünü açsan ki, Allah mənə nə verir, daha yaxşı olacaq hər şey. Biraz bezginlik, tükənmişlik, biraz belə heç nə inanmıram, ümid eləmirəm enerjisini atmağınız məsləhətlidir üzərinizdən. Daha sonra Mart ayının enerjisi son 8 kartımızla da yekunlaşdıracağıq. Sevgi mövzuları gündəmdə olanlar. Baxın, burada əsas mövzu bilirsiniz nədir? Deyir ki, biraz belə bir aydır. Karmaların, gizliliklərin, bugünə qədər olan uğursuzluqların şəfalanma ayıdır. Bu ay ümumiyyətlə ola bilər ki, kimlərinsə münasibətlə bağlı çox böyük dəyişikliklər olsun, öz taylarını tapsınlar, öz birlikdəliklərini qursunlar, özlərinə aid olan o insanı tapsınlar və bəzilərinizdə isə evlilik gedişatında olanlar. Baxın, burada bilirsiniz nə var? Burada belə bir situasiya var. Yetərsizlik duyğusuyla qırılan qəlblər var. Məsələn, sən mənim üçün bunu yetərli eləmirsən. Mən gözləyirəm, amma sən mənim gözləntimə qarşılıq vermirsən. Sən mənim gözləntimi qarşılamırsan tipində.
danışıqlar, qırılmalar, incinmələr, bir-birini sözlə yaralamalar, incitmələr və əslində evliliyi ertələmələr, münasibəti kəsmələr, atmalar, durumlar ola bilər. Düzdür, mən burada deyərdim ki, bu qadın olan tərəflərin şəfalanması üçündür. Sanki öz dəyərindən bağlıdırmı? Bəlkə də münasibətlə bağlı özlərinin də bilmədiyi, şəfalandırmalı gərəkən bir tərəflərini görməklə bağlıdır bunu yaşamaqları. Amma biraz belə sinsilik, qaranlıq fikirlər, inamsızlıq, güvənsizlik, yetərsizlik duyğuları sevgi münasibətlərinə biraz sanki ləkə salır. Amma əgər desəz ki, yox, mən karmalarımdan qurtulmaq üçün, münasibətlərimi şəfalandırmağım üçün, münasibətlərimi yoluna qoymaq üçün səbirli davranıram. Niyə yaşadım bunu? Səbəb-nəticə əlaqəsinə baxıram, duyğularıma qulaq asıram, hisslərimə qulaq asıram, təklikdən də qorxmuram, özümü sevirəm, özümə dəyər verirəm. Bu zaman nəyi nə üçün yaşadığınızı anlayacaqsınız və bunu həll edəcəksiniz əziz 3-cü dəstə sahibləri. Belə, mart ayı görünən qədərilə olduqca işlə bağlı daha aktiv bir aydır və mart ayında çoxlu işbirlikləri və pulla bağlı mövzular daha çox insanların gündəmində olacaq. Bundan gördüklərimiz bunlar idi. Əsasən özünüzə yaxşı baxın, Instagramda izləyin, çünki Instagramda burada olmayan pulsuz açılımlar olur. Qısa şəkildə həftəlik, aylıq açılımlarımız olur. Ona görə elə indi Instagramda da takip eləməyə başlayın və özünüzə yaxşı baxın.